Azərbaycan idmanı üçün bugün 3 əsas şəhər: Abu Dabi, Qahirə və Budapeşt. Abu Dabidə böyük dəbilqə cüdo üzrə yarışın növbəti mərhələsi keçirilir və Azərbaycan cüdoçuları bu gün birinci gün tatami üzərinə çıxdılar. Və əfsuslar olsun ki, ancaq Əhməd Yusifov bürünc medal uğrunda görüşəcək. Qalan 3 idmançımız məğlub oldu. Milli komandanın lideri, Olimpiya çempionumuz Hidayət Heydərov isə sabah çıxacaq tatami üzərinə. Qahirədə karate üzrə dünya çempionatı keçirilir və bizim qızımız Mədinə Sadıxova dünənləri dünya çempionatının 1/4 mərhələsinə çıxdı və bugün Turqut Həsənov, Asiman Qurbanlı, İrina Zaretska, Roman Heydərov öz güclərini göstərirlər. Hələ ki, Roman Heydərov 8/1 finala çıxıb. Və Budapeştdə boks üzrə gənclər arasında Avropa çempionatı davam edir. Bugün 3 boksçumuz Tağı Nəsibov, Sübhan Məmmədov və Səbuhi Əlizadə yarımfinal döyüşlərini keçirəcəklər. Bütün idmançılarımıza uğurlar.